yorulmuşam. Yağış da mənə çox yorulur. Ay oraya sür, ay buraya sür, ay bataqlığa girdim, ay filandır. Adam yorulur. 4000 nəfər bir də ekran bəyənməsi verir. 4000 nəfərin bəyənməsinə baxır. Linza heç bir səhifədən deyil. Qaşlarım qəşəngdir, hə. Amma bəyənir mənim qaşlarımı. Uşaqlar, bir də ekran bəyənməsi alaq da. 4000 nəfərin bəyənməsi budur, uşaqlar. Bir gün kim çölə bayra çıxıb? Çölə bayra çıxmayın, ha. Şəhəri su götürüb gedir. Qur'ana and olsun, bir abırçılıq. Çıxmayın çölə bayra. Eyüp Bakın su basıb, uşaqlar. Eyüp Bakıdan. Yaman günə qalıb Bakı. Bakı belə olardı, nüş belə oldu, mən bilmədim. Neçə illərdir hər zaman bizə yağış yağıb, bizi belə su basmıyor. Son bu 3-4 ildir belədir. Villaya köçmək istəyirik, şeydir. Elə yağış yağır, yəni baxım kameradan həyətimizə. Bizim həyəti su basmır. Baxım görüm necədir vəziyyət. Hayda, hələ də yağış davam edir, yağış deyim. 3005 nəfər ekranları bəyənib. Villanı dəyişdik də biz Mərdəkandadır, yox. Mərdəkandadır bizim ev. Deyə baba, baxıram 1 qram su basmayıb, baxın. Basen idi, görürsünüz hələ içi boş qalıb. 1 qram su basmayıb. Bu niyə bu kamera göstərmir, bax. Görürsünüz. Görürsünüz, həyətimiz də qurudu, evimizin qabağı da qurudu. Yəni, sular içində deyil. Mərdəkanda qalmıram, yox. Günəşdə qalıram. Öz evimdə əlbəttə ki. Kimin ev olacaq? Nə şirin evdir. Harada yağışlı yanım? Makyajın süper olmuş. Səidə xanım Cavadov eləyir də bizim salonda. Qızlar, bizim salona gəlin, bəzənin, dırnaqlarınızı etdirin Səman xanıma. Sonra Səman xanım belə busiklər eləyir. Baxın qulağa. Çox möhtəşəmdir. Əqrə bürcləri eləyir belə busiklər. Ondan sonra da Səidə xanım Cavadova da mənim neçə illik stilistimdir. Bakı Vip salonumuzda. Gəlin, gözəlləşin, giyinin, keçinin. Özüm də hər gün orada oluram. Qiymətlərdə nəzər alacağım sizə, endirim eləyəcəm qiymətlərdə sizə. $4000 nəfərin bəyənməsinə bax. 4000 nəfər məni 500.000 qayləməli idi. Nə olar ekrana bəyənək, rica edirəm. Şəxsiyə yazaq deyəndə səhifədə nömrə qoyulub da Nigulia danışır toyla bağlı. Nigulia ilə əlaqə saxlaya bilərsiniz. Uşaqlar, ekranları bəyənin, uşaqlar. Uşaqlar, ekran bəyənməsi alaq. $4000 nəfərdən 100.000 kanı zorla keçmişəm. Oxuyun da yazdığımı. Nə yazırsınız? Yazığınız düşmür. Maşallah yazılar çoxdur. Fatimə çox sağ ol. Təşəkkür ederim. Ruslar, necəsən? Uşaqlar, ekrana bol-bol bəyənə. Ay gəlmiş, dəli oldum. Nə yazırsan ki, ay sən? Nigulia'nın əsl adı Nigar. Əsl adı Nigardır. Tədbirlə bağlı uşaqlar səhifədə biyoda nömrə qoyulub. Nömrəyə Nigulia xanım cavab verir.
O nömrəylə buyurub əlaqə saxlaya bilərsiniz. Xahiş edirəm PK atmayın, steg atmayın. Mən heç kimlə oyun oynamıram. Ekranlara beğeni. Necə getdi Sumqayıtı? Qızlar gecəsi möhtəşəm. Maşallah, iğnə atsan yerə düşməzdi. Maşallah, xanımlar gəlmişdilər konsertimizə. Qurtla idik bu günləri. Orada şou proqramda. İndi deyəsən TikTokum spamdan çıxıb yavaş-yavaş videoları paylaşacağım, görəcəksiniz. Dünyalar gözəlim Aytaç, can, Aytaç çox sağ ol ürəyim. Hansısa Aytaçdı, dayan. Görüm o Aytaçdı. Hansı Aytaçdı o? Uşaqlar, ekranları bəyənək. 3500 nəfər. 500 min kayliyək. Nəyi göstərim? Salon sizindir. Neyinirsən kimindir? Mən özüm hər gün orada oluram. Siz gəlin. Gəlmək istəyən buyurub gələ bilər. Ayaz təşəkkür edirəm. Gülər təşəkkür edirəm hədiyələr üçün. Nə gözəlsən, çox sağ olun. Gözəl günümüz olsun. Uşaqlar, çox rica edirəm. Sizə bir zəhmət. Ekranları bol-bol bəyənə. Çox rica edirəm. Uca spamdan çıxıram. Sevinirəm yavaş-yavaş. Zoya, canım. Təşəkkür edirəm Zoya, ürəyim. Minnətdaram, var olasan. O gün gördüm canlının qabağıma çıxmışdı, mahnımı oynayırdın. Hansı mahnımı qoymuşdun? Hə, gəzərəm dağlarda səni. O mahnımı qoymuşdun, Zoya oynayırdın. Deyəsə o mahnımı bəyənirsən canım. Qəşəngsən Kamo, çox sağ olun, təşəkkür edirəm. Minnətdaram. Mərdəkana hələ ki yox, gəlmirik. Rasxod eləmə. 3000 nəfər, bir də 500 min kayliyə ekranlarımızı. Yaxşıyam, çox sağ olun, sizdən yaxşı olun. Bütün mahnılarımı bəyənirəm, çox sağ olun. Amma sonuncu mahnıma nəsə like, comment gəlmir ha sizdən uşaqlar, küsüb inciyirəm. Əziyyət çəkirəm, mahnı çıxardıram, klip yaradıram. Baxmırsınız, like vermirsiniz, niyə bəs? Zoya, çox sağ ol ürəyim, təşəkkür edirəm. Təzə mahnı qoyun, biraz qulaq asaq. Bura Güləşdəki evimizdir bizim. Sən mənə telefon çal, canım. Sən mənə telefon çal, qara qızın gönlünü al. Sən mənə telefon çal. Linzanın adını bilmirəm vallahi, yalan nə deyim. Çox sağ ol Zoya, ürəyim, öpürəm səni aşkım. Zoya, inşallah bu noyabrda özümə böyük ad günü eləyəcəm. Dəvət eləsəm gələrsən? Noyabrda, bu noyabr yekə ad günü keçirəcəm özümə. Əgər gəlmək istəsən dəvət eləyərəm səni ürəyim. Müğənilər zat hamısı orada olacaq. Can, Zoya, çağıracağım səni. Rayondan bir dənə sənə çağıracağım. Başqa heç kimi. Sənə xətrini çox istəyirəm.
Linzanın adını bilmirəm valla. Bizi də çağır. Çağıracağım. Böyük bir ad günü keçirəcəm inşallah. Çox sağ olun, qəşəng gününüz olsun. 3000 nəfər, 500.000 kayliyə ekranları. Hansı salonda? Bakı VIP-də bəzənirəm, Bakı VIP. Öz salonumuzu, buyurun gəlin. Dırnaq ustamız var, kiprik ustamız var. Ne güzel hədiyyə idi o. Təşəkkür edirəm, çox sağ olun, minnətdaram sizə. Gəlin belə bu isiklərdən eləsin Səma xanım sizə. Dırnaq ustam da eyni zamanda da. Bizim salonumuzda olmazın olmazı var. Bakı VIP, Laçın Ticarət Mərkəzindədir. Məşhur salonlardan biridir. Özüm də hər gün orada oluram. Bütün qiymətlərdə endirim eləyəcəm. Nə qədər ki özüm oradayam, qiymətlərdə nəzərə alacağım hər birimizi. Baxır hansı dırnaq neçəyədir. İstədiyin dırnaqda endirimlə olacaq. Akvariumdur, formadır. Baxır da nə istəyirsiniz. Gecənin vaxtı bu qədər makyaj. İşdən gəlirəm də, yumamışam. Gülər, çox sağ ol hədiyyə üçün. Gülər Heydərova. Tanış gəlir, hansı xanımdır o? Gülər Heydərova. Müğənnisiz xanım. Çox sağ olun Bantika görə. Uşaqlar, bu mahnıma bol-bol kommentlər yazarsınız. Gözləyirəm kommentlərinizi, like'larınızı. Uşaqlar, ekranları bəyənək bol-bol. Nə ola 500.000 kayliyədə bir belə canlımda adam var. Necəsən, gözəl, çox sağ olun, yaxşı. Sizin salonunuz var, Bakı VIP salonu, bəli. Məşhur salondur ki. Mahnı oxu da, nə mahnı oxuyum? Linzanın rəngi əladır, rəngi. Nömrəsi bilmirəm nədir, valla nə deyim sizə. Bu bir dəqiqə, bu bir dəqiqə. Bu bir dəqiqə. Kamelya. Deyim nə? Axşamın xeyir olsun ürəyim, necəsən, nə var, nə yox? Ürəyim, canlıdayam, bəlkə də 100 nəfər olar, olmaz, yox, yalan deyərəm. Bəlkə də bir neçə gündür mən bu linza ilə canlı açıram, bir 50 nəfər uca soruşub ki, o hansı linzadır elə. İndi gözlərimi atıram sənə, gör hansı linza ola bilər bu. Seriyasını deyirəm, bax xanımlar səndən linza almaq istəyirlər. Yəni bu fırsatı kaçırma. Bax faizimi götürəcəm ha. Zaravat edirəm aşkım. Bir dənə atıram deyə qızlar istəyir, hamısı soruşur. Hədiyyə göndərənlər çox sağ olun. Təşəkkür edirəm canım. Atıram, indi desin mən bu dəqiqə deyirəm sizə, o biləcək hansı linzadır. Hər canlı açanda məndə görürlər bu linzanın nömrəsini soruşurlar. Bax, canlıdayam, hamı soruşur, qızlar gözləyir, seriyası, nömrəsini gözləyirlər. Sənə nömrəvi qoyacam burada, sənə nömrəvi qoyun burada, sənə əlaqə saxlasınlar. Gör hansıdır, xanımlara ver, istəyirlər. Nigulya evində, Nigulya harada olacaq? Qazaxda, Akstafadan. Zoya çox sağ ol aşkım, çox sağ ol. Təşəkkür edirəm. Zoyiçka, Zoyiçka. Görüm nəli. Salam Kamu xanım, hər vaxtınız xeyir olsun. Çox sağ ol. Siz necəsiz? Elə sizə baxırdım yayında. Baxırdım.
Valla sizin lenzanızı o kadar benden soruşurlar ki inan Allah'a. Siz korupka ile alırsınız, açırsınız, gözünüze koysunuz. Şimdi ben itiririm ki hansıydı. Ona göre Mike Grey'e de oxşuyur. Ona göre tam bile bilmirəm. De korupkalarını atmışsınız siz. Ha, ama yine böyle oxşarını oxşadıp verebilirim. Mike Grey de kopya bunu oxşur. Belki... Ha, yaxşı, narahat olmayın. Yaxşı canım, bax, bax, burada canlıda sesvi də eşidirlər. Çox qız soruşur. Hər canlı açanda hamı soruşur. Yəni demək olar ki, soruşmayan yoxdur. Həqiqi çox bəyənirlər bu linzaları. Bilsək hansı nömrəsi nədir, xanımlar istəyir. Yəni istəmirəm xanımlar ürəyində qalsın. Hə, onu bir dənə tapaq. Nömrəvi deyəcəm burada. Sənlə əlaqə saxlasınlar, ver xanımlara, istəyirəmsə. Öpürəm səni, Kamiçka. Bax qızlar, nömrəsini deyirəm, o biləcək hansındandır. 055 nədir? 352 98 16. Mən bütün linzalarımı ondan alıram. Bal köpük, bal rəngi var, soğan rəngi var linzalar. Hədiyyə atanlar çox sağ olun. Təşəkkür edirəm. Yəni xanımla əlaqə saxlayın. Deyin ki, Kəmalə xanımın adından yığırıq sizə. TikTokdan yığırıq, endirim eləsin. Əgər mənə 20 etsə sizə 15-ə verəcək. Mənə 15 etsə sizə 10-a verəcək. Məsəl üçün hər qiymətə linza var. 50-yə var, 20-yə var, 30-a var, 40-a var. Rəngə görə dəyişir. Mənim adımdan sizə endirim olacaq. Bax, özüm də deyirəm. Bax, Kamiçka canlıda qızlar eşidir səni. Mənim adımı çəkənə xahiş edirəm, endirim elə qızlara. TikTokdan gələnlərə endirim elə. Hə, Ruslan, nömrəni yazdın ora. Bax, sənə nömrəvi dedim. İndi xanımlar sənə yazacaqlar. Xanımları köməkli elə. İmina mən linzamdan ver xanımlara. Ayla, siz sağ olun. Deyil, sabitlərim nömrə. Kamilla xanımdır. Bütün linzalarımı o xanımdan alıram. Çox möhtəşəmdir. Nə göz ağrısı olur, nə bir şey olur. Artıq neçə ildir ki, mən Kamilla xanımdan linzalar işlədirəm. Saatlarla gözümdə olur. Heç bir problem yoxdur. Nə sulanır, nə qızarır, nə heç nə də, heç nə. Tam əminliklə. Mən xanımlara jest eləyirəm, xanımlar. Yəni, düşünməyin ki, pulumuz azdır, pulumuz yoxdur. Siz mənim adımı verin, qalan şeylə işiniz yoxdur. Sizə endirim olunacaq. Tapşırmışam. Ünvana çatdırılma var ha, yəni metrolara da, yəni tam qapıya yox, metrolara çatdırılma var. Uşaqlar, ekranları bəyənəyə zəhmət olmasa... Dedi, baş üstə problem yoxdur. Xanımlar yazsın. Kəmalə xanımın adından endirim öz yerində. Heç bir problemi yoxdur. Yəni, düşünməyin ki, bahadır, pulumuz yoxdur. Ürəyiniz istəyirsə, buyurub, alıb taxa bilərsiniz. Yəni, mütləq şəkildə endirim olacaq, tapşırmışam. Psyo. Heç nəyin fikrin, dərdin eləməyin. Tək ki, ürəyiniz olsun. Kim bəzənmək istəyir, toya hazırlaşır, hara hazırlaşır, Bakı salonumuza buyurub gələ bilər. Səidə xanım Cavadova saç makyaj stilist və dırnaq qəşəng busiklərimiz Səma xanıma aiddir. Buyurub gələ bilərsiniz. Lazerimiz var, kiprik qaynağımız var. Təşəkkür edirəm hədiyyə üçün, minnətdaram. Hədiyyə atanlar hər biriniz çox sağ olun, var olun. Rəşad, çox sağ ol. Ən sevdiyim hədiyyədir, papaq. Kepka bığlı. Bir də kalp. Sonra ayını da çox sevirəm. Da nə qaldı? Uşaqlar az qalıb 500.000K olmağımıza. Az qalıb uşaqlar. Ekrana bəyənib bu.
divamız. Can, çox sağ olun. Uşaqlar, bir dənə ekran bəyənməsi alırıq. Siz harda olursunuz? Günə. Papaq gəldi. Çıqırıq. Çox sağ olun. Təşəkkür edirəm. Minnətdaram. Sağ olun, var olun. Koftama baxın. Belə bir koftadır. Koftamın burasında özünün belə dəmiri var idi, onu itirmişəm. Belə saç sakulkasına yığmışam belə. Çox da gözəl görsənir belə. Özünün burada yekə dəmiri var idi, ona yığırdım. Nəsə itirmişəm, evdə harda olsa tapılacaq, amma yoxdur. Bəli, öz evim. Ayaq və əl dırnağının qiyməti, canım, baxır siz hansı dırnaqdan istəyirsiniz? Yəni, o sizin seçimə görə dəyişir. Məsələn, akvarium dırnaqlar bizdə 80 manatdan başlayır da 50 manata gedir. Sonra cipsi dırnaqlar başlayır bizdən 50 manatdan 30 manata gedər. Baxır da, mən yenə dedirəm, özüm də orada oluram. Mənim adımdan gəlsəz, 80 manatlıq dırnaq sizə 60 manat olacaq. Məsəl üçün 50 manatlıq dırnaq sizə 30 manat olacaq. Məsəl üçün 35 manat olacaq. Amma yüksək səviyyədə. Yəni deməyin, falan yerdə 15 manatdır. Mənə bəzən deyirlər, sizin salon çox bahadır. Bizim falan salonda 20 manatdır, 25 manatdır. Bəli, ola bilər canım. Amma bizim keyfiyyətdə ola bilməz. Yəni elə bir yer yoxdur ki, mənim dırnağıma yaxından baxıb bəyənməsinlər. Hər məclisdə dırnağıma baxırlar, deyirlər hardadır, deyirəm bizim salonda falan gəlirlər, düzəldirlər, razıda qalmır. Hər yerdə ucuz dırnaq var, amma deyir, ucuz ətin şorbası olmaz. Üzümdəki tonal krem Kırlayımındır, F38. Uşaqlar, ekranları bəyənək maksimalini. Bəli, F32. Kırılayım F38. Prosta biraz zagarnıda tütdü. Yəni, indi mən biraz dərim qara olduğuna biraz zagarnı makyajdan, tonalından istifadə edirəm. Sonra transparans var. Transparans vurur Səidə xanım makyajın üstündən. Yəni, bu qrimdir də. Xanımlar, Səidə xanımın makyajından həqiqətən də heç yerdə yoxdur. Baxın da müğənnilərin üzünə. Mənim makyajıma baxın, müğənnilərim var. Öz salonumuzun ustası olduğuna görə demirəm, yəni neçə illərdir biz oradayıq. Artıq orada çalışırıq, bir yerdə işləyirik. Yəni ona görə demirəm, həqiqətən də adamın Allahı var. Yəni Səidə xanım bir nömrədir. Bir nömrə. Bilirsiniz, hardan ora gəlirlər? Şəmkirdən. Şəmkirdə, Bakıda toyda olurlar. Gəlib Bakıda İmina Səidə xanımın yanında bəzənib gedirlər toya. Gəncədən belə, hardan hara gəlirlər də. Yəni, çox uzaq yerlərdən gəlirlər ki, biz Kəmalə xanımın ustasını deyirik. İmina Kəmalə xanımı bəzəyən ustanı. Razı da qalırlar. Makyajın gözəlliyinə baxın. Smoky makyaj gedir də bu. Yeni evə köçmək istəyirik, qurban olma Allaha. Güya fikrimdə var idi ki, mayın 20-sindən sonra köçəyik, basenin təmizlədik, doldurturaq. Gəldi, yaxşı düşdü yenə. Smoklu yox, smoky. Linersiz makyaja smoky deyirlər. Linersiz makyaja smoky deyilir. Uşaqlar 500.000 kaya çatırıq. Bir dənə 3000 nəfər like eləyək. Çoxlu. Smok diyor. Smoky. Linersiz makyaja smoky deyilir. Baba smoky makyajlı. Smoky. Görürsünüz, liner yoxdur. Bu makyaj sırf tenlə işlənilir də. Tenlərlə. $3500 nəfər ekrana bir dənə qəşəng bəyənir. Salon Bakı Vib Xaqlarda, Laçın Ticarət Mərkəzinin düz yanında. Girirsiniz şəhəri dırnaq ustası Səma xanım. Saç makyaj Səidə xanım Cavadova. Çox sağ olun, təşəkkür edirəm, minnətdaram.
3000 nəfər ekranlara bəyəni. Səsin gəlmir. Şəmkiri sevirsiniz. Şəmkiri sevməyən insan var, göstər mənə. Şəmkiri sevməmək olar. Bilmirəm belə sarardadır vallahi, nə bilim. Öz evimiz əlbəttə ki. Uşaqlar, inşallah 2 dənə gözəl mahnımız gəlir. 2 dənə gözəl klip mahnı gəlir inşallah. Səlyan'a gəlirik də iyun ayının 1-də inşallah. Səlyan yolüstü ailəvi restorana. Trendmir'də ifalarımla gəlirəm. Əziz Şirvanlılar, Hacıqabulda yaşayanlar, Səlyan'da yaşayanlar. Buyurun gəlin, bu gözəl gecəni bərabər keçirək. Kakraz iyunun 1 uşaqlar günüdür. Əyləncəli bir gündür. Uşaqların sevincli bir günüdür. Buyurun gəlin. Trend yol. Təşəkkür edirəm. Siz bayaqdan nə qədər hədiyyələr atırsınız. Minnətdarım. Saat neçədir? Saat 1-ə. 1-ə qalır. Saatim niyə yatıb ki mən? Belim ağrır. Çox sağ olun hədiyyə üçün. Maçıqlı. Ekranları bəyənin uşaqlar. 500.000 kaya çatırığa. Ayın biri səldiyə sabitləyiblər. Yol üstü restoran. Üzü qabağa konsertlərimiz var, açıqlayacağım. Bu yağışlarla havalar nəsə biraz yaxşıdır. Bu Türkiyə ilə Gürcüstanla əlaqədəyik biz pastayanlı. Gürcüstanda, sonra Türkiyədə konsertlərimiz olacaq. Prosta nə bilim, oralarda da yaman yağışdır. Yaman sel götürürlər yanım. Gürcüstana yağış yağır, Türkiyədə yağış dayanmır, Bakıda yağış dayanmır. Bu nə bəladır, nə zulümdür bilinmir. 2 dənə təzə mahnı gələcək. Və 2 dənə gözəl klip gələcək inşallah. Uçuşlar olacaq, yağışlara görə eləyə bilmirik. Açıq havada istəyirik, terasda. O da yağışlar imkan vermir. Tek Quba yox, hər yan belədir. Türkiyə ilə danışırıq, İstanbulda bütün günü deyir yağışın içindəyik, ölürük day. 4-5 günü deyir yağış dayanmır. Gürcüstanla danışırıq, orada da həmçinin deyir nəmişdik, hava bulutlu. Havalar nəsə yaxşı keçmir. Heç yaxşı keçmir. Dən havalar düzəlsəydi, bu konsertləri uca təşkil eləyərdik, vaxtını təyin eləyərdik, afişalar vurulardı, reklamlarımız gedərdi uca. Yay trendi gəlir inşallah, gözəl bir şeydir. Mahnımızın adı Olsun. Çox möhtəşəm. Söz xilidarı yazıb, meyxana ustadı. Məşhur. Sizcə kim olar? Tapın. Trend diyor. Təşəkkür edirəm hədiyyə üçün. Pərviz xeyr. Vüqar xeyr. Xeyr. Tapmadınız xeyr. Nami xeyr. Gözəl bir dənə mahnı yazıb verib mənə. Olsun. 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 İstəyirəm bir balaca ucundan qulaq astırım, amma istəmirəm. Oğrayarlar. Çünki eksklüziv bir mahnıdır. Rəşad deyir, Ruslan deyir, xeyr, 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 xeyr. Deyim də, bu 3 dənədən biridir. Balali, Pərviz, sonra Orxan Lükpatalı, bu 3 dənədən biri yazıb. Pərviz, Orxan Lükpatalı və Balali. Bu üçündən birindən meyxana gəlir. Demə, söz var, bəli. Sürpriz olsun. İçindən biri diyor, demərəm axı elə. Sürpriz. Qırğın bir şey gəlir. Ola bilsin duet də oxuduq.
Çoxu Balalı yazır. Balalı yaman çox yazırsınız. Nə əcəb Balalını çox yazırsınız? Hiç Orxanı Pərvizi yazmırsınız. Nə məsələdir? Uşaqlar 500.000 kaya çatdırıq artıq. Dayanmırıq. Balalı balam yaman çox yazırsınız. Nə məsələdir? Niyə Orxanı Pərvizi az yazırsınız? Balalını çox yazırsınız. Elə bir siz Balalı deyil. 3500 nəfər. Bir dənə qəşəng ekran bəyənməsi veririk. Okido. Evet, Balalı. Pərviz. Demələr. Nyo. Olmaz demək. Kuç. Demeyeceğim. Demeyeceğim. Duet varsa Pərviz. Niyə İmna Pərviz? Balalı da bir neçə xanımla duet oxuyub, Nəfəslə, Şəbnəm Qəhrəmanova ilə oxuyub. Onlar Balalı 2-3 nəfərlə oxuyub artıq. Düzdür, duet deyəndə Pərviz tez yada düşür, amma yəni dedim də bu 3 dənədən birindən gəlir mahnı. Yox, bu oxuduğum duet olmayacaq. Prosta həmən adam mənə mahnı hədiyyə eləyib. Ancaq növbətdə mahnı inşallah ki duet ola bilər. Hələ müzakirələr gedir, ekiblə məsləhətləşirik, belə olsun, elə olsun. Qarşıda inşallah yeni işlər, yeni proyektlər gəlir Allahın köməyi ilə. İnşallah ki yaxşı olacaq. Amma ekran bəyənməsi gəlmir də. Saçımı açmaq istəyirəm, ölürəm meynaz. Saç necə dözsün bu zuluma, Allah haqqı. Saat 4-dən 5-dən bu saçdayam, bax. Ölürəm, gör saat neçədir uca, 1. Bir dənə ekran bəyənməsi alaq. Gözəlsiz, təşəkkür edirəm sizə. Vüsal çoxsa hədiyyələr üçün gecəniz xeyrə qalsın. Papuri da var. Vəfaya oxşayırsan, çox adam oxşadır bizi Vəfoşla. Uşaqlar bir dənə ekran bəyənməsi alaq da qəşəng babatı. Bir dənə qəşəng ekran bəyənməsi alaq. Uşaqlar şeydir. Bir an. Şey canlıda deyil. Necə baxır, baxla canlı necə zəif açır. Uşaqlar ekranları bəyənək 500.000 kaya çatırıq ucu. Ucu 400.000 kaya oluruq. Hansı mahnının, təzə mahnının olmaz axı. Nə gözəl quş idi o. Ayda. Neçə hədiyyə görməmişdim. Nə gözəl hədiyyə var idi, elə bir hədiyyə. Mən heç elə bir hədiyyə görməmişdim. Avropa. Quğu. Nə gözəl quş idi o. Təşəkkür edirəm, çox sağ ol. Allah minə əvəzin versin. Çox təşəkkür edirəm. Birinci dəfə görürəm, elə hədiyyə var. Nə gözəldir bu. Trendyol, təşəkkür edirəm. Elə gözəl hədiyyədir o. Çox gözəl hədiyyə. Təşəkkür edirəm, minnətdarım. Mən ilk dəfə görürəm o hədiyyəni. Çox gözəl hədiyyə idi. Valla sağ olun, çox sağ olun. Allah minə əvəzin versin.
Geçen gidiyor. Ne kuşu idi elə. Uşaqlar, ekranları qəşəngsiniz. Çox sağ olun. Təşəkkür, sevilirsən, minnətdaram. Hədiyyə göndərənlər çox sağ olun, var olun. Uşaqlar 500.000 kaya çatırıq, nə olar dayanmayaq. Təşəkkür edirəm. Səni sevirəm. Hədiyyə atanlar çox sağ olun, var olun. Çox sağ olun hədiyyələr üçün. Minnətdaram, hər biriniz var olun. Qazağa getdin, gəldin, lap qəşəngləşin. Qazağın havası düşdü də mənə. Rayon havası. Bəh, 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 bəh. Rayon havası elə bir görmüsünüz, rayon qızları gözəl olur, qəşəng olur, qırmızı yanaq olur, tərabətli olurlar, gözəl olurlar. Çünki rayon havası da. Ya, arada gözəlləşim üçün rayona gəlib gəlməyin lazımdır. Rayon havası. Biz rayon havası təmiz olur da. Baxma, Bakıda o qədər maşınlar, bibab, babab, ora gedir. Bu. Rayon elə deyir, axı, rayon təmizdir, səliqəlidir. Rayon havası başqadır. Ona görə rayon qızları elə gözəl olur. Sveji, belə. Avropa, yenə o qışdan gəldi. Təşəkkür edirəm, çox sağ olun, minnətdaram. Var olun. Allah həvəsin versin. Moskvadan salamlayıram sizləri. 400.000 qaldıq. Təşəkkür edirəm hər birinizə, uşaqlar, minnətdaram. 500.000 kaya çatırıq. Gürcüstanda konsert etmək istəyirik. İntihası yağışlar yağır, yaman. Havalar heç yaxşı keçmir. Biz də açıq havada istəyirik. Çünki o gedəcəyim restoran çox balacadır. Deyir, biz açıq havada istəyirik terasda. Terasımız böyüdür. 150-200 nəfər adam tutur bu restoran. Ancaq deyir, zalımız balacadır da. Ona görə biz deyir, açıq havada istəyirik. Çünki adam bilirik çox gələcək. Biletlərimiz satılacaq. Ona görə. Qazağın qızları gözəldir, əlbəttə ki. Qazağın qızları, başqa bizim Azərbaycan xanımları çox gözəldirlər. Qaşlı gözlü olurlar. Balıq ətli olurlar. Başqa xaricin qızların görəm də əyri şüurə heç bəyənmirəm. Həyəfdir bizim öz qızlarımız. $70 kilo varam ya yoxam. Züleyxa, görürəm səni can, görürəm. Ekranları bəyənən uşaqlar 500.000 kaya çatırıq. Hədiyyə göndərənlər çox sağ olun. Təşəkkür edirəm, minnətdaram hər birinizə. Şəmkirdə də gözəl olur. Təbii ki, əlbəttə ki. Şəmkirin də qızları gözəl olur. Sabirabaddan salamlar. Fatimə, sən Sabirabaddan açırsan fan səhifəni, mənim şəkilimi qoyursan. Başım ağrıyır, bu saça dözmürəm, açmalıyam başımı. Qazaxdan salamlar, salamlar. İnşallah ekran bəyənməsi alaq. Linzanı hardan əldə edə bilərəm? Xanımın nömrəsini deyirəm sizə, yazın. 055 352 9816 Kamilla xanım. Bir də deyirəm, linza satan xanımın nömrəsidir. 055 352 98 16 Kamilla xanım. Ekranları bəyənən uşaqlar. Hər qiymətə var. Uşaqlar, ekranları bəyənək də zəhmət olmasa. Nömrə deyəndə spam düşür, Vay, deyir, nömrə demək olmaz ümumiyyətlə. Saçımı yavaş-yavaş açım, ölürəm Allah haqqı. Deyir, nömrəni yazıb. Yo, spam gəlməyib mənə. Spam gəlmədi axı. Spam yoxdur, spam gəlmədi.
Uşaqlar, ekranları bəyənək, zəhmət olmasa. Uca 500.000 kavluruq. Sabirabaddan açırsan. Bildim elə. Ekranları bəyənək, canlar, ekranları bəyənək. Tavsiyə yetərlidir, nömrə yazmayın, çox spama gedərəm. Saçımı istəyirəm, yavaş-yavaş açım, ölürəm. Uzadı əlbəttə. Ekranları bəyənin, canlar, ekranları bəyənin. Açmaq istəyirəm, ölürəm, başım partlayır, Allah haqqı, dözə bilmirəm. Lənkərandan salamlar, salamlar. $500.000 karesi teşekkür ederim. Ekranları bəyənək, hediyə göndərənlər çox sağ olun. Siz sevilir, çox sağ olun. Sərdabdan salamlar. Salamlayıram. Araqsız Bakılıyıq, Qazaxdan salamlar. Elə ki, misal sizi çox sevirəm, təşəkkür edirəm. Sən nə gözəlsən, Sabirabaddan salamlar, salamlayıram. Yevlaqdan salam. Yevlaqdan salam olsun və Yevlaqlara salam olsun. Qazaxdan salamlar, salam. Bütün bölgələrdən salam göndərənlər hər biri sağ olun, minnətdaram. Makyajım ancaq yuyulmalıdır. Asabla makyaj yuyan sabunum var, sıvı sabun makyaj yumaq üçün. Oyla yuyuram, onsuz mümkün deyil. Gürdəmirdən salamlar, salamlayıram hər birimizi. Xaçmazdan salamlar, Ağdamdan salamlar. Nə gözəl rayonlardan, bölgələrdən salamlar var, ha? Ekranları bəyənək, uşaqlar 500.000 oluruq. Quba. Moskvadan da salamlarımız var. 3000 nəfər. Bir də ekranları bəyənək, zəhmət olmasa. Bir də saçı qırır, bu reisin. Ekranları bəyənək, uşaqlar. Şirvandan salamlar. Əziz Şirvan, Hacı Qabul Səlyan cəmaatı, inşallah iyun ayının birində Səlyan yol üstü ailəvi restoranda Trendbread ifalarla sizlərlə görüşə gəlirik. Buyuraq gələk, uşaqlar. Sevdiklərinizlə, doğmalarınızla buyurub gələ bilərsiniz. Yerləri burun edək, vaxtımız çox azdır. Elə çox vaxtımız yoxdur. Uşaqlar, saçımı hörmüşdü Səidə xanım, necə dalğalı oldu. Görürsünüz nə qəşəng oldu. Ekranları bəyən, uşaqlar. Trendyol, təşəkkür edirəm hədiyə göndərənlər. Var olun, minnətdaram. 3500 nəfər ekranları bəyəni, uca 500.000 kaldırıq. Belə qəşəng qaldı ya, əslində. Göründən var, ağlı qaldı. İstəyirəm elə belə eləyərdim. Saçım qaynaqdı belə. Saçım qaynaqdı. Əla bir şeydir. Uşaqlar, ekranları bəyənək, zəhmət olmasa. Salam, bütün bölgələrə salamlar olsun. Salamlayıram hər birimizi. Bəli, gözlərim linzadır. Təşəkkür edirəm hədiyə göndərənə. Ekranları bəyənək 500.000 kaldırıq.
Yox, o qədər gözəl linzadır. Nə gözə qızartı verir, nə ağrı verir, nə sulanma verir. Heç nə gözə batır 1 qram. Çünki təmiz linzadır, bahalı linzadır. 5 manatlıq satılan linzalardan diyor ki, siz göz elə bir şeydir ki, gözlə zarafat eləmək olmaz. Gözə ən bahalı, ən gözəl, ən kачественный lins taxılmalıdır ki, gözlə zarafat eləmək olmaz. Özgürlə 5 manatlıq linza alırlar ki, qabağa düşsünlər. Dala düşürlər. Gözləri başlayır qızarmağa, ağrımağa, sulanmağa. Linza gözə batırmaq kimi olmaz. Üzü, gözü bunlara diqqət eləməlisiniz. Gözü, üzü burada pula qənaət eləmək olmaz. Ən yaxşısını linzanı alın, vurun. Üzünüzə ən yaxşı tanan vurun. Ən gözəl dodağınıza pomada vurun ki, qoy üzünüz yıpranmasın. Və hər zaman makyajdan sonra çalışın üzünüzə nəmləndirici kremi, gecəlik kremi vurun. Ki, qoy üzünüz tərabətini itirməsin. Qazaxdan razı qaldı, əlbəttə ki. Qazaxdan razı qalmamaq olar. Mən Qazax cəmaatını çox sevirəm. Qonaqpərvərdirlər. Gözlədələr. Mən artıq 10 ildir, 15 ildir linza taxıram həqiqətən. Yəni mənim maşallah ki, gözümdə elə ki, heç bir problem yoxdur. Çünki linzalara diqqət edirəm, ucuza qaçmıram. Yaxşı olsun. Gözümdə problem olmasın. Yoxsa gedirəm, saçımı, başımı açım, yum. Makyajımı zadım. 500.000 qaldıq. Təşəkkür edirəm 3000 nəfər. Sizi çox sevirəm, təşəkkür edirəm, minnətdaram. İnşallah hər birinizə sonsuz təşəkkürümü bildirirəm. Çox sağ olun ki 500.000 elədiniz. Valla qalsam bilirəm 1 milyon da eləyərdiniz. Prosta da artıq gecdir. Sizə yatın dincəlin. Mən də gedim saçımı başımı açım. Başım çox ağrıyır, artıq yorulmuşam. Heç nə, gecəniz xeyrə qalsın, şirin yuxular. Sabah inşallah yenə məclislərdən gələndə canlı açacağım, biraz danışarıq. Canlı bağlayandan sonra YouTube kanalıma hələ abunə olmamışsınızsa abunə olun. Yeni mahnıma Alo Canım klibimizə bol-bol kommentlər yazaq. TikTokdan gələnlər xüsusilə qeyd eləsin. Telefon əlimdədir. Gözləyirəm. Hələlik gecəniz xeyrə qalsın.